Bir də müəllimlərlə bağlı qısaca məlumat verim. Deməli, işini itirmiş musiqi müəllimlərinə etirazda davam edir və hələ ki bir nəticə yoxdur. Belə məlumat olaraq bunu çatdırıram və güman edirəm ki, bu məsələyə bir əncam çəkiləcək. Çünki bu insanlar aksiyalar filan həm öz rahatçılıqları pozulur, həm o getdikləri dövlət qurumlarında belə deyək, o iş prosesinə maneçilik olur. Həm bu qədər insan ən əsas məsələ çörəksiz qalıb. Sual oluna bilər ki, bəli, o insan niyə vaxtında öyrənmirdi, nəmirdi, amma nəzərə alaq ki, o insanlara əvvəlcədən imtahanın nəticəsinin nə olmağından asılı olmayaraq işdən çıxarılmaq olmayacaq deyə bir vəd verilib və onlar da yəqin ki, bu vədə necə deyərlər, arxain olublar. Yəni, mən belə anlayıram. O baxımdan da bu müəllimlərin işinə yenidən baxılması məncə heç də pis olmazdı. Çalışacağım yayınımızı suallar üzərində qurum, amma belə baxıram, ümumiyyətlə bizdə izləyicilərə təb necə deyirlər, sual təbi adətən axşam saatlarında gəlir ki, onda da insanın artıq enerjisi belə deyək, daha çox tükənir. Bəli, müəllimlərin görüntüsünü ekranlarınızda görürsünüz, artıq müxtəlif dövlət qurumlarına belə deyək, etiraz aksiyaları keçiriblər. Əsas tələb isə təbii ki, nazirin müşaviri Cəsarət Valihovla bağlıdır, onunla görüşmək istəyirlər. Onun da, yəni Cəsarət Valihovun da sanki bu müəllimlərlə görüşməyə necə deyirlər, üzü yoxdur. Çünki canlı efirdə vəd verib, söz verib və indi də bu vəziyyət ən çox burada müəllimlərin haqlı olduğu, haqlı bildiyim tərəfi budur ki, yəni adamlara işdən imtahan verməsəz, işdən çıxarılacaqsınız sözünü heç kim deməyib.